Son günlər bəzi erməni ekspertlərinin və şərhçilərinin İsrail-İran münaqişəsi fonunda Azərbaycan haqqında paylaşımları diqqət çəkir. Onlar Azərbaycanı İsrailin İrana qarşı mümkün hücumlarında iştirak edə biləcəyində günahlandırır. Bunun nəticəsində bölgədə geniş miqyaslı qarşıdurmanın ola biləcəyini yazırlar. Bəs məqsəd nədir? Daha ətraflı növbəti süjetdə. İsrailin İrana qarşı başlatdığı hücumların fonunda baş verən prosesləri propaganda vasitəsinə çevirənlər də artmağa başladı. Ermənistan mediası bu dəfə də diqqət yayındırmağa çalışaraq Azərbaycana qarşı əsassız iddialar irəli sürür. Məsələn, erməni jurnalist, siyasi şərhçi Hakob Badalyana sual verir ki, İsrail İran əleyhinə əməliyyatlar üçün Azərbaycanın ərazisindən istifadə edə bilərmi? O isə cavabında deyir, şübhəsiz ki, edə bilər. Əslində Azərbaycan İsrailə əsasən elə bu məqsədlə lazımdır. Başqa bir fakt. Siyasi elmlər doktoru, tarixçi Armin Ayvazyan Facebook hesabındakı paylaşımında deyir ki, bu əməliyyatların bir çoxunda Azərbaycanın xüsusi xidmət orqanlarının iştirakının üzə çıxacağına şübhə yoxdur. Maraqlıdır ki, bu məlumatlarda konkret sübut yerinə belə fikirlər var, ola bilər kimi qeyri-müəyyən ifadələr işlədilir. Əslində isə elə bu cür formalar irəli sürülən iddiaların nə qədər zəif və manipulyativ xarakter daşıdığını ortaya qoyur. Azərbaycan birincisi ərazisindən başqa ölkələrin əleyhinə istifadəyə şərait yaratmayacağını dəfələrlə bəyan elədi. Buna görə Azərbaycan uzun illərdir bloklara qoşulmama hərəkatındadır. Hətta sədrlik və həmsədrlik icra eləyir. Eyni zamanda fikir verirsinizsə Azərbaycan tərəfi açıq informasiya bəyanatları ilə dövlət mövqeyini elan elədi. Proseslərin hansının deməli ciddi əsasları var və bu günə qədər o insider məlumatları kimi yaydığı tezonların hansı öz əksini tapdı. Yəni bunlar mümkün olmadığına görə Ermənistan tərəfi məncə yaxşı olardı ki, bu müharibə müddətində və müharibə bitdikdən sonraki bölgədə yaranan geosiyasi vəziyyətlə bağlı düşünə. Şərhçilər deyir ki, burada ermənilərin məqsədi aydındır. Regionda təxribat yaratmaq və Azərbaycanı geosiyasi qarşıdurmaların mərkəzinə çəkmək. Təxribat təkcə gözlənilən yerdən deyil. Müxtəlif ölkələr mövcud şəraitdə bu kimi informasiyaları yayaraq İran-Azərbaycan münasibətlərinin korlanmasına nail olmaq istəyir. Ancaq Azərbaycan bu oyunlara gəlmir. Azərbaycan sadəcə münaqişənin, mübahisələrin, konfliktlərin beynəlxalq hüquqa əsaslanan prinsiplərlə həllinin tərəfdarıdır və Azərbaycan İranla qonşudur, İsraillə strateji tərəfdaşlığa, müttəfiqliyə malikdir və Azərbaycan üçün əslində bu münaqişənin böyük miqyaslı eskalasiya səviyyəsinə çatması heç də məqbul deyil. İki ölkə arasında baş verən münaqişədə Azərbaycanın adının daha çox çəkilməsi palçığa at, özü qalmasa da izi qalacaq məsəlinə bənzəyir. Özü də bunu sözdə sülh istəyib, əməldə isə Azərbaycanın ayağının büdrəməsini gözləyən ölkənin ağıllı başları edir. Azərbaycan isə prinsipial mövqeyindən dönmədən sülh və sabitliyin təmin olunması üçün çalışır. Fidan Səfər, Əfqan Bayramov, Space xəbər.